Salam, axşamınız xeyir uşaqlar. Demək biz pronoun bölməsində negativ pronoun idi. Bunların davamını eləyəcəkdik. Mən sualları izah edeyim. Hamı diqqətlə dinləsin. Bu sualları işləmək üçün əvvəlcə qaydaları əzbər bilmək lazımdır. Törəmələri, inkar əvəzliklərini, qeyri-müəyyən əvəzləri, təyin əvəzləri, qayda tərvizdə də hər biri qeyd olunub. Mütləq şəkildə əzbərləyin, sonra test işləyin. Demək, birinci başlayırıq biz nədən? Törəmələrdən sonra boys, birinci həmişə nöqtələrdən sonraya baxın. Məsələn, boys oğlanlar deməkdir də. Biz də bilirik ki, törəmələrdən sonra isim gələ bilməz. Avtomatik A, D, bir də C variantları çıxır. Düzgün cavabım qalır B və Y variantları arasında. B variantında içdən sonra, everydən sonra, either'dan sonra tək isimlər gəldiyinə görə düzgün cavabım Y variantı qalır. Çünki some'dan sonra sayıla bilən isim gəlirsə mütləq cəmlənməlidir. Məsələn, some boys, some girls, some children, some people. Amma yox, sayıla bilməyən isim gəlirsə, sayıla bilməyən isimlə normalda cəmlənməli idi də some'dan sonra. Amma o cəmlənə bilmir, axı sayıla bilməyən isim cəmlənməkdən məhrumdur. Ona görə yəni some sayıla bilməyən tək isimlərlə də işlənə bilər. 30-cu suala baxaram, book. Book da kitabdır. Baxıram ki, isimdir. Mən bilirəm ki, bossdan sonra, alldan sonra cəm isim gəlməlidir. Çünki boss hər ikisi deməkdir, all hamısı deməkdir. Qalarım 3 variant arasında. Əslində bu azəs, ənazə qaydası çox çətin görsənir uşaqlara. Amma çox asan dərsdir uşaqlar. Azə digər deməkdir, azəs digərləri. Siz də bilirsiniz ki, digərləri kitab ola bilməz axı. Yəni azə sözü isimləşibsə, bir şey isimləşibsə, mən ondan sonra necə isim verim? Hər ikisi də isimləşdiyinə görə bir dənə variantım qalır, A variantı. Ən azırında kaprizi odur ki, ən azə, ən artikl olduğuna görə orada özündən sonra sayılan tək isim istəyir. 31-ci sualda pencil sözü var bizdə. Karandaş deməkdir pencil və təkdədir. Bayaq dediyim kimi azır isimləşib deyə özündən sonra isim istəmir də. Bossla alldan sonra da mütləq cəm isim gəlməlidir deyə bir dənə variantım B variantı qalır. 32-ci sualda chairs deyir. Chairs stullar deməkdir. Stullar da isim olduğuna görə törəmələr çıxır variantlardan. Bu da törəmədə çıxdı. Törəmə 16 dənə törəmə var bizdə. Mütləq şəkildə mən təkrarladıqsa siz də öz-özünüzə təkrarlayın. Someone, somebody, something, somewhere, anyone, anybody, anything, anywhere, no one, nobody, nothing, nowhere, everyone, everybody, everything, everywhere. 16-sı da eyni standartlara cavab verir ki, özündən sonra isim və of istəmirlər. Və 32-ci sualda B ilə Y arasında qalırsınız. Biz də bilirik ki, içlə everydir, either'dır. Bunlara sonra tək isim gəlir. Chairs sözü isə cəmdə olduğuna görə cavabım Y variantı qalır. Bəs eni nə idi? Some'la enini biz keçəndə demişdik ki, some təsdiq cümlələrində işlənir, eni isə sual və inkar cümlələrində işlənir. Bu cümlənin özündə də not var. İnkar cümlədir, əla, düzgün variantdır. 33-cü suala baxıram. Baxıram nöqtələrindən sonra time sözü gəlib. Time vaxt deməkdir. Törəmələrdən sonra qətiyyən isim gələ bilməz. Aynən B-nin arasında qalaram. Ən-hazırda isə ən artikl olduğuna görə ondan sonra ancaq sayılan və tək isim gəlməlidir. Time isə sayıla bilmir deyə cavabım B variantı qalır. Yəni qaydaları bilən, yəni şübhəsiz işləyəcəyi. Sadəcə siz ərinirsiniz qaydaları əzbərləməyə. Halbuki orada 2 dənə vərəq var və onu şeir kimi gündə 3 dəfə üzünə baxsaz beyninizdə avtomatik yazılacaq. Yəni 34-cü sualda birinci nöqtələrdən sonraki ismə baxıram. Törəmələrdən sonra isim gəlməz. İçlə everydən sonra tək isim gəlməlidir deyə A variantı. 35-ci sualda həmçinin turist sözü cəmdədir. Törəmələrdən sonra isim gəlməz. İçlə everydən sonra tək isim, sayılan tək isim gəlməlidir deyə B variantı. 36-cı sualda message deyir. Mesaj deməkdir bu. Mesaj sözü sayıla bilən isimdir və təkdədir. Törəmələrdən sonra qətiyyən isim gələ bilməz. Bossdan sonra isə cəm isim gəlməlidir, amma mesaj sözü təkdədir deyə D variantı qalır. 37-ci sualda bread çörək deməkdir uşaqlar. Törəmələrdən sonra isim gələ bilməz və bir cümlədə yada saxlayın ki, 2 inkar ola bilməz. Məsələn, bir cümlədə həm no, həm də did not, nə bilim, don't, doesn't, bunlar işlənə bilməzlər, never. İngilisində bir cümlədə bir inkar olar. Ona görə D variantı uyğun gəlir. 38-ci cümlədə baxıram ki, nöqtələrdən sonra aha, isim yoxdur, vəsə. Bu xoşuma gəldi. Çünki mən artıq bura törəmə verə biləcəm. İsim olanda mən törəmə verə bilmirdim. Mən də bilirəm ki, some'dan sonra mütləq isim gəlməlidir. Some tək işlənə bilmir. Və cümlədəki not gözümə girir. Baxıram ki, not varsa 10-cu cümlə olmalıdır. Əlbəttə ki, inkar cümlə olmalıdır.
not olan cümlə inkar cümlə olur. Siz də deməlisiniz ki, bir cümlədə iki inkar olmaz deyə nothing-dən nobody-ni çıxaram. Something-dən anybody arasında qalıram və düşünürəm ki, some axı ancaq təsdiq cümlələrində işlənir. Bu cümlə inkar cümlədir, axı ona görə C variantı qalır. 39-cu sualda museum sözünə baxıram. Museums cəmdədir. Much idi, a little'dır, little idi. Bunlar sayıla bilməyən tək isimdən işlənirdi. A lotdan sonra ümumiyyətlə isim gələ bilmir. Every'dən sonra isə tək isim gəlir deyə each, every, either tək isim işlənir. 40-cı sual da eyni qayda. Trees sözü cəmdədir. A lotdan sonra isim gəlməz. Much, a little bunlar sayıla bilməyən isimlərlə işlənir. Every'dən sonra isə sayılan tək isim gəlməlidir deyə cavabım qalır few. 41-ci sualda cheese. Cheese nə deməkdir? Pendir deməkdir əlbəttə ki. Pendirdirsə, bu nə sayılır? İsim sayılır. Törəmələrdən sonra isim gələ bilməz və cümlə inkar cümlədir. Bir cümlədə iki inkar işlənə bilməz deyən no variantda çıxır. Və cümlə inkar cümlə olanda sam işlədə bilmirik o cümlədə, ancaq eni verə bilirik. 42-ci sual yenə eyni qayda. Juice, meyvə soku, meyvə şirəsi deməkdir. Sayıla bilməyən isimdir və ən əsası isimdir. Törəmələrdən sonra isim gələ bilməz, inkar cümlədə sam işlənə bilməz və bir cümlədə iki inkar ola bilməz deyə Y variantı doğru cavabdır. 43-cü sualda baxıram nöqtələrdən sonra who, kim, isim deyil axı. Çünki isim kimlər sualına cavab verməlidir. Mən də bilirəm ki, some, any, no, every, bir də aza. Some, any, no, every, aza. Bu 5-dən sonra mütləq isim gəlməlidir. Yəni tək işlənə bilmirlər. Törəmələrdən sonra isim gələ bilməz. Demək ki, ya cavab B-dir, ya da Y-dir. Cümlə sual cümləsi olduğuna görə samı götürə bilmirəm. Çünki sam təsdiq cümlələrində işlənəcək. 44-cü sualda yenə, yəni isim yoxdur da. Samdır, nodur, bunlar hamısı isimlə işlənirlər. Gəlin bir dənə buraya yazım. Demək, isimlə işlənirlər hansılardır? Sam, any, no, elə every'nin özü, bir də aza. Bu 5-i tək işlənə bilmirlər də isimlə işlənirlər. Nəysə, mən də baxıram ki, A-dən sonra isim gəlməlidir. Yəli əvəzlərini keçində keçdik. Cavab bir dənə qalır A variantı. When Jim entered the room, Jim'dir otağa daxil olanda, nobody was there. Heç kəs yox idi orada. 45-ci suala baxıram. Nöqtələrdən sonra isim yoxdur. Every'dən sonra, no'dan sonra isim gəlməlidir. Sonra yəlik əvəzi my, your, his, her, its, our, yours, their. Bunlar mütləq isimlə işlənməlidirlər. Y variantı doğru cavabdır. 46-cı sualda times'a fokuslanıram. Times cəmdədir. A lotdan sonra ümumiyyətlə isim gəlməz. Much, a little, little sayıla bilməyən isimlərlə işlənir deyə D variantını götürəcəm. İndi deyərsiniz, müəllim əvəz, time vaxtı idi axı. Vaxt necə sayıldı? Bir yerdə sayıla bilməyən isim götürürsünüz, bir yerdə cəm isim kimi götürürsünüz. Mən nə anladım bu işdən? Yada saxlayın ki, time'ın iki mənası var. Vaxt mənasında sayılmır, amma dəfə mənasında sayılır. Məsələn, deyirəm ki, I have much time. Mənim çox vaxtım var. Məsələn, I see you many times. Məsələn, demək olar ki, çox dəfə görürəm də, çox one time, two times, bir dəfə, iki dəfə. Yəni, bu formada işlənir. Money sayıla bilməyən isimdir deyə many, a few çıxır. A lotdan sonra isim gəlmir deyə D variantı qalır. Hə, gəldim mənim ən sevdiyim bax bunlardır. 48, 49. Niyə? Çünki o ifadələrin əsas tərəf birinci tərəfdir. Bunu tapmaq da asandır. Are cəmdədirsə, siz də bilirsiniz ki, cəmdə olanlar hansıları idi? Əgər birinci tərəfdə most, all, both, some dayanırsa uşaqlar, xəbər cəmdə olur. Mən də baxıram hansı var orada. All var da elə D-yə götürəm. Every'dən sonra of gəlməz. No-dan sonra of gəlməz. Törəmədən sonra of gəlməz. Each of them olanda xəbər mütləq şəkildə is olsaydı, okey, B variantını götürərdim. 49 da həmən şeydir. Of ifadələrinin əsas tərəf birinci tərəfdir uşaqlar. Were cəmdədir deyə içi, one, every-ni, somebody törəmədir. Ondan sonra of gəlməz. Törəmələr 16 dənə idi. Bir də vurğulayım. Onlardan sonra isim və of gələ bilmirdi. People sözü cəmdədir uşaqlar. People sözü cəmdədirsə içdən sonra tək isim gəlməlidir. A lotdan sonra ümumiyyətlə isim gələ bilməz. Much, a little, little bunlar həmişə təki bildirirlər. Sonra a lot of götürümdə elə a lot of ən yaxşısıdır. 51-də advertisements, reklamlar cəmdədir. Much'dır, a little'dır. Bunlardan sonra sayıla bilməyən tək isim gəlir. İç özündən sonra tək isim istəyir. A lot ümumiyyətlə isimlə işlənmir deyə a lot of-u götürəm. Money sayıla bilmir deyə
Elə gözümü yumub D-ni götürürəm. Çünki o birislərin hamısını apartdılar. Many, a few, cəm isimlə işlənir. Elotdan sonra da isim gəlmir ümumiyyətlə. Elot başqa şeydir, elot başqa şeydir. Neyse, inşallah ki, bu testlərin hamısını işləyə bilərsiniz. Kim harada nəsə problem yaşasa, çətinlik yaşasa, mütləq şəkildə mənə yazsın ki, mən ona kömək edeyim. Və bir də bunu vurğulayayım ki, uşaqlar. Bu tipli testlər olacağı were. Mən indi keçəcəm sizə belə şifaya başa salım ki, uşaqlar. To be bilirsiniz ki, indiki zamanda 3 forması var idi. Am, is, bir də are idi, düzdürmü? Yada saxlayın ki, to be-nin keçmiş zamanda 2 forması var. Was, bir də were. Am-nizin keçmiş zamanı was'dır. Are-ın keçmiş zamanı were-dir. Elə bilin ki, siz həmişə harda are verirdisə, indi were verəcəksiniz orada. Bir də yazı saxlayın ki, bu törəmələr var ya, someone, somebody, something, somewhere, anyone, anybody. Həmişə deyəndə kimsə buradadır deyirsiniz, yoxsa kimsə buradadılar. Əlbəttə kimsə buradadır deyirik və yaxud da hər kəs buradadır deyirik, hər kəs buradadılar demirik. Ona görə yazı saxlayın ki, bu 16 dənə törəmənin xəbəri həmişə təkdə olur. Yəni, bir mənalı olaraq. Burada xəbər cəmdə olub deyə törəmələri çıxırsınız. Sonra içdən sonra tək isim gəlməlidir. Eyni cümlənin əvvəlində gəlməz deyə B variantı qalır. Məsələn, 67-ci sualda yenə were-dir. Törəmələrin xəbəri təkdə olmalıdır. İçdən sonra isim gəlməlidir. Eyni cümlənin əvvəlində işlənə bilməz deyə C variantı. Məsələn, 68-ci sualda problem sözü sayıla bilir, amma təkdədir. Many-dən, a few-dan sonra tək isim cəm isim gəlməlidir də, tək isim gələ bilməz. Elot isimlə işlənmir deyə düzgün cavab B variantıdır. Məsələn, time, vaxt deməkdir, sayıla bilməyən isimdir. Many, a few çıxır, elotdan sonra isim gəlməz deyə A variantı qalır. 70-ci sualda isim yoxdur. Each, every, any, some, any, each, çaşdım, some, any, every, no, other. İsim işlənməlidir bunlarda. Baxıram ki, deyir ki, tell us something about your plans, yoxsa tell us nobody about your plans. Bizə de, sənin planların haqqında nəsə daha uyğun gəlir. Nobody çünki heç kim deməkdir. Yəni, bu formada işləyin. İnşallah ki, işləyə bilərsiniz. Nəsə probleminiz olsa da mütləq mənə yazın.